Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi üçün hansı sənədlər tələb olunur? Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alınmalıdır. Bu lisenziya Elm və Təhsil Nazirliyinin müsbət rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Bunun üçün bir sıra sənədlər tələb olunur. Özəl məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər təhsil müəssisəsinin pedaqoji və elmi pedaqoji işçiləri haqqında məlumat təqdim etməlidirlər. Həmçinin təhsil müəssisəsinin maddi-texniki bazası, məsələn, yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup və yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı, mətbəx, o cümlədən təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat verilməlidir. Fəaliyyətin həyata keçiriləcəyi hər bir obyektlə bağlı mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd olmalıdır. Bu sahə üzrə fəaliyyət yalnız qeyri-yaşayış sahəsi olmasına dair müvafiq çıxarışı olan obyektlərdə həyata keçirilə bilər.